Qəlbləri qorxuya salan nədir? Sən hardan biləsən ki, qəlbləri qorxuya salan nədir? O gün insanlar ətrafa səpələnmiş pərvanələr tək olacaqlar. Dağlar isə didilmiş yun görkəmi alacaqdır. O, qiyamət günü nə vaxt olacaq deyə rişxəndlə soruşur. Gözlər bərələ qalacağı, ay tutulacağı və günəşlə ayın qovuşacağı zaman o gün insan deyəcəkdir: hara qaçaq? Xeyr, o gün pənah aparılacaq yer tapılmayacaq. O gün qayıdış ancaq sənin Rəbbinə olacaqdır. Haqq olan qiyamət. Nədir haqq olan qiyamət? Sən nə biləsən ki, nədir haqq olan qiyamət? Həmin saat hökmən gələcək, hər kəsə törətdiklərinin əvəzi verilsin deyə, mən onu az qala özümdən belə gizlədirəm. Sur bircə dəfə üfürüləcəyi, yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman, həmin gün vaqiyə qopacaq. Göy yarılacaq və həmin gün o süst olacaqdır. Günəş sarınacağı zaman, ulduzlar soluxub sönəcəyi zaman, dağlar hərəkətə gətiriləcəyi zaman, boğaz dəvələr başlı başına qalacaqları zaman, vəhşi heyvanlar bir yerə toplanılacağı zaman, dənizlər alovlanacağı zaman, hər kəs öz tayına qovuşdurulacağı zaman, diri-diri torpağa bastırılmış qız uşağı soruşulacağı zaman, hansı günaha görə öldürülmüşdür, səhifələr açılacağı zaman, göy qopardılacağı zaman, cəhənnəm alovlandırılacağı zaman və cənnət möminlərə yaxınlaşdırılacağı zaman, hər kəs bugün üçün özünə nə tədarük etdiyini biləcəkdir. And içirəm qiyamət gününə, and içirəm peşmançılıq çəkən nəfsə. İnsan elə düşünür ki, biz onun sümüklərini yığa bilməyik. Mütləq yığacağıq. Biz onun barmaq uclarını bərpa etməyə qadir.